Bir. Bu günlərimiz hardayıq? Gəlin aşıqlar, gəlin. Bu günlərim hardayıq? Bərdədəyik. Bu günlərim Fərrux dayının Köçün səhvəyə gəlmişik. Allah'a min şükürlər olsun, Kəlbəzər sakindir. Hə, min şükürlər olsun. Çok şükür, çok şükür. Öykü güne şükür. Salam dedi. Allah'ım Çekim şurayı, bunu şükürlər bağla. olsun. Gel buraya, onu bağla görüm. Onu bağla görüm. O gel burana, gel Sağ ol, buraya. ayağına, sağ ol. Gel buraya, gel buraya. Abi dolları, paltarı giyin lan ha. Gel buraya. Aşk gel buraya. Ha, demek biz bugünlerim gelmişik hara. Aşık Sevindi, Aşık Əli, mən Bərdədə yaşayan bizim Kəlbəzər sakinini inşallah Allah'ımızın köməkliyindən inşallah köçürdəcəkdirlər Qarabağa, Ağdərəyə, Həsən Rıza və min şükürlər bu günlərə. 33 ildən sonra biz bu günləri gördük. 33 ildən sonra yenidən ata, baba, dədə yurtlarımıza qaydırıq, min şükürlər olsun. Ağdərə də bizimdir, Kəlbəzər də bizimdir, Laçın da bizimdir. Min şükürlər. Adınız, soyadınız anam? Abdullayev Kemal'e gelir kızım. Abdullayev Kemal'e Qədir qızı. Bu kişini də danışdıraq, nə bilir? Adınız, soyadınız? Abdullayev Ferruh Əloğlu. Abdullayev Fərrux Əloğlu. Belə olmağına baxmayın, ha, imkanlıdır. Bizim Kəlbəzərlərimiz hamısı gözəldir. Allah onlar hamısı qəlbləri imkanlıdır. Allah yaxşı yol versin. Gözəldir. Bəli, bax, gördünüz kimi köç. İndi maşın gəlir. İnşallah sabah da hələ Ağdərədə də çəkiliş edəcəyik Allah qoysa. Buradakı istədik ki, bu həyətdə bir gözəl saz aşığı ilə gözəl bir ifa olsun. Allah'a min şükürlər olsun. Oğlun qızına pəncərədə niyə baxırsan? Dövlət mənə 100.000 niyə versə, mən orada donbalaq aşarım. Gəlin buradan, ha? Gel buraya, kişi gel buraya. Utanmalı burada nə var qardaş? Min şükürlər dövlətimizə. Cənab Prezidentimizə təşəkkür edirik. Məcburi Köçkünlər Komitəsinə sağ ol deyirik. Adiyyəti olan orqanlara sağ ol deyirik. Məcburi Köçkünlər Komitəsində işləyən o bütün əziyyət çəkən xanımlara sağ ol deyirik. O cümlədə orada işləyən tikinti şirkətində işləyənlər sağ ol deyirik ki, bu ailələr sevindirirlər, sevindiyəmi? Bunları başda görək bir dənə. Bizim de gelişimiz bununla bağlıdır ki, sadaşlarla sizi de vurup yüksekliğine yola salaq. Ama bu şərtdəki geri qayıtmamaq şərtiyle. Kardeş gittin, sana yaxşı, bize qayıtma. Geri kaçtırıyor. Geri kaçtırıyor. Bak bu bitişdiyimiz var. Herkes Allah onu bunun öz səhifədə elinizdən zəng edirlər, bilir. yaza bilər. Mənim Vüsal Kəlbəzər reklamlar, elanlar Allah hamısı qəbul şərtlərinizə olunur. rəhmət eləsin, prezidentimiz sağ olsun. Səhifədə nömrəm var. Vüsal Kəlbəzəri, Dəniz Xəbər, Xəbər Oskamısı bizim səhifəmizdir. Eşq olsun. Saxla ikinci video kesin. Evet. Allah bütün ölənlərə rəhmət eləsin. Bugün 2026-cı il, demək 20 avqust tarixidir. Gözəl bir ailənin Cənab Prezidentimiz siyasət nəticəsində məcburi köçkünlərə sağ ol deyirik, komitəsinə sağ ol deyirik ki, bu ailəni sevindirdi. Mən aşıqlarla bağlı söz demək istəyirəm. Demək, günlərin bir gündə daim dedi ki, toyda dedi, deyin görüb dünyada ən gözəl peşə hansı peşədir? Biri dedi həkim, biri dedi polis, biri dedi fövqəladə, biri dedi vəkil. Dedi, bir dayanın. Dedi, nədir? Dedi, vəkil gündə deyir ki, ay Allah, görək kim hüququ pozacaq, onu müdafiə eləyib. Polis deyir, ay Allah, görək kim cinayət eləyəcək. Həkim deyir, ay Allah, görək kim xəstələnəcək. Amma aşıqlar, ümumiyyətlə musiqiçilər hər biri deyirlər ki, ay Allah, toy olsun. Və mən də yeganə jurnalistəm ki, aşıqlarla gəzirəm, qardaş. Bilirsiniz niyə? Hə, qardaş, mən siyasətdən elmi dildən elə danışaram ki, məni orada heç kəs başa düşə bilməz. Mən elin oğluyam, Kəlbəzərin oğluyam, Tərtərin oğluyam. Allah Taala bu aşıqlarda həmişə elimizdə toy, xeyir, gözəl günlərdə inşallah bizim yanımızda olsunlar. Bundan gözəl gün nə ola bilər? İnsana 100 manatlıq hədiyyə verəndə, 50 manatlıq kimsə hədiyyə verəndə 100 dəfə ona deyir ki, sağ ol. Allah canını sağ eləsin. Allah balanı sağlasın. Dünyanın heç bir dövlətində belə bir iş yoxdur ki, fövqəladə ola, zəlzələ ola, müharibə ola, orada bu cür evlərdən təmin olunur. Bax, hamınıza deyirəm, yenə təkrar edirəm. Mənim babam və yaxud da ki, Fərrux dayının atası Kəlbəzərdən qaçqın gələndə bir dənə ev var idi. Birimiz deyirik ki, villa idi, birimiz deyirik Qaradaş idi, birimiz deyirik Qarğıdaxal, birimiz deyirik 2 mərtəbəli. Hamının evi 2 mərtəbəli deyil də Qaradaş da var idi. Bu Qaradaşdan çıxan insanın 10 övladı var. O 10 övlada görün nə gözəl dövlətik ki, Cənab Prezidentimiz o 10 nəfərə dövlət ev verir. Amma Kəlbəzərdən çıxanda bizim bir dənə, Laçından çıxanda Qubaddan bir dənə evimiz var idi. Və ona görə bu dövlətə eşq olsun, var olsun. Dövləti bəyənməyənlərə bir də ar olsun. Mən bütün o şəhidlər və o bizdə sevinçli günləri yaşadan bütün şəhidlər mən qarşısına baş əyirəm. Anaların əllərindən öpürəm
və bu aşklara da var olsun deyirəm. Allah sizləri qorusun. Biz həqiqətən bugünkü bu məqamlarda, bax bu qapıdan bizim ifa eləməyimiz, oxumağımız bizə şərəf verir. Çox sağ olun. Çox qürur duyuram ki, bir ailənin sevincinə sevinç qatırıq, şadlıq qatırıq. Hər zaman üzünüz gülsün, yolunuz da uğurlu olsun inşallah. Xoş günlərə gələk olsun gözəl evinizə. Sağ bəy, sağ olun. Üzünüz ağ olsun, başınız ucaq olsun. Allah sizi qorusun, zəhmətiniz itməsin inşallah. Var olasınız. Zəhmətimizi bilənlərə zəhmətim halal olsun. Bilməyənlərə yenə halal olsun. Onu Allah bilir. Var olun, var olun. Təşəkkürlər. Sağ olun. Yetim. Əməli. Gəl. Asıl şəhər. Sağla. Gəl bura. Gəl burana. Ne çalın ayağını? Bəlkə baş sakin olsun. Yoxsa yox. Öldü günü sağ. Eşq olsun. Min şükürlər bu günlərə. Rəbbimə şükürlər olsun. Allah'ıma şükürlər olsun. Sağ olun cənab prezidentimiz. Sağ olun şəhidlərimiz. Allah rəhmət eləsin. Bizim dağlar Gelagan şendimi Vay 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 vay. Yatızdıra Vay yatayım vay vay vay. Yatayım Dagan yatayım Yatayım Dagay gadaga Tamam dinlerim bana. Ay orada bir Vay vay vay. Resmi var Bak bak bak. Haram Tatayım Dagay tatayım Dagay tatayım Aşklarla Azerbaycanımızı ve Kəlbəcərimizi dünyada tanıtılan bütün aşklarımızdan biridir. Aşk sevgisi canı köreğine. Vay 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 vay. Bak bak bak. Vay 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 vay. Vay vay vay. Ha, sağ ol lan defansın senindir. Sağ ol lan. Vay vay vay. Bak bak bak. İnsan yatırım saftan başım üstüne Bahar günlerinden taze kendi Bahar günlerinden taze kendi Güllü gülistanlı meyve Vay bahar vay vay. Güllü gülistanlı meyve bahar Her şeyden öldürdü bize kendi Her şeyden öldürdü bize kendi Kendimiz 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 Ne güzel ne geçer kendimiz Var olsun dövlətimizi. Var olsun ki bu Kəlbəcərlərimizi, məcburi köçkünlərimizi sevindirir. Eşq olsun dövlətimizə. Sağ olsunlar. Kafamıma məhsul çəllək Aşıqiyəm səni Quran əllə Aşıqiyəm səni Quran əllə Vay 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 vay. Zimistar dönür ya da kendim Zimistar dönür ya da kendim Kendimiz 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 Ne güzel ne geçer kendim Dört dünya yaraşır kendimiz Bəli. Bəli, hörmətli izləyicilərimiz, bu günlərim xoş günlərimizdən biridir. Sabahlarım yenə də inşallah biz Ağdərədə Həsən Rız kəndində gözəl çəkiliş edəcəyik. Min şükürlər olsun ki, inşallah Aşıq Əli, o cümlədən də Aşıq Sevindik buradadılar. Var olsunlar. Bəli, Aşıq Əli həm Kəlbəcərimizin, həm Azərbaycanımızın fəxridir. Dünyanın 17 dövlətində Azərbaycanımızı tanıtdıran, medalları ilə, diplomları ilə tanıtdıran şəxsimizdir. Bizim fəxrimizdir, gəncimizdir və Aşıq Sevindik də el arasında tanınan bizim gözəl aşığımızdır. Və biz çox sağlayana minnətdaram və biz hardayıq? Bu günlərin Bərdədə Qaradəmirsi kəndində hansı kənd sakini? Kəlbəcər rayonunun hansı kənd sakini? Suzluq kənd sakini. Suzluqdan maşallah o qədər ailələr sevinirdi ki, biri
Lətifov Yaqubdaydı. Yaqub Lətif kişidir. Allah ömrü uzun eləsin, evi yanmışdı. Onun evi tikildi. Min şükürlər olsun, dövlətimiz də var olsun, kənd cəmaatı da var olsun. Əliyev mərhəmətdir, Malikdir. Yılmaz oradan mı? Yox, Yılmaz oradan deyil. O susuzluqda axar bulaqlar Bəli. inşallah ərsiyə gəlibdir. İnşallah. Bulaqlarınız hər zaman axar olsun. İnşallah. Eviniz Bəli, yeşillikdən olsun. Həsəniz də bizimdir, Ağdərə də bizimdir, qardaş, hamısı bizimdir. İnşallah, bəli. Ona görə də cənab prezident sağ ol deyirik. Çətin şəraitdə yaşayan insanlara yenidən bərpa olunmuş yerlərdə evlərlə təmin olunur. Var olun. Var olsunlar. Biz də inşallah sabahlar çəkilişimizi eləyəcəyik. Hələ kös maşını yığıbdılar çölə. Birazdan sonra gələcək. Kös maşını axşam yığırlar ki, sabah tezdən gedəcəklər. İnşallah, inşallah. Dövlətimizə sözünüz, qulluğunuz, sağ olunuz. Mən vasitəsiyəm, jurnalistəm. Yəni dövlətimizin başçısı var, cənab prezidentimiz var olsun. Məcburi Köçkünlər Komitəsinin var olsun. Nə sözünüz deyə bilərsiniz? Başta prezidentimizə Allah ömür versin. Çox sağ olun. Şəhidlərin qanına qurban olun. Qazilərə Baş qurban əlim olun. qarşısında. Bəli. Ölkəmdə Allah qorusun, Azərbaycan Allah qorusun. Çık Qurban aşık olun desin. Sağ prezidentimizə, olun. nazirlərimizə. Çox sağ olun. Bütün Azərbaycan xalqına qurban olun. Çık Təşəkkürlər. aşık desin kardeş. Təşəkkürlər, Sağ olun, minnətdaram. sağ olun. Növbəti çəkilişimiz hələ bizi gözləyirlər. Ey Bərdədə nə qədər insanlar. Növbəti çəkilişimiz Qarabağda inşallah. İnşallah. Təşəkkür. Video sağ olun. Get, get.